Bugün böyük şəhərlərdə yüzlərlə, minlərlə skuter görmək adi haldır. Onlar rahat, sürətli və ekologiyaya zərərsiz olduğuna görə çox populyardır. Amma çoxlar bilmir ki, skuterlar trotuarları ilk dəfə 21-ci əsrdə zəbt etməyib. Bu hekayə çox daha əvvəllərə, 19-cu əsrə gəlib çıxır. Skuter elektrik enerjisi ilə işləyən motosiklet tipli iki təkərli nəqliyyat vasitəsidir. Skuterların kökü elektrik velosipedlərinə gedib çıxır. Elektrik velosipedinin dəqiq icad tarixi bilinmir. İlk patent 1895-ci ildə Ogden Boltona məxsusdur. Amma o deyirdi ki, mənim ixtiram elektrik velosipedinin əvvəlki versiyasını təkmilləşdirir. Yəni ondan əvvəl də belə cihazlar var idi. 19-cu əsrdə elektrik texnologiyası sürətlə inkişaf edirdi. 1740-cı illərdə ilk elektromotor, 1859-cu ildə qurğuşun batareya, 1881-ci ildə isə elektrik motosiklet ixtira edilmişdi. Bütün bu inkişafların fonunda təbii ki, kimsə velosipedi, elektromotoru və akkumulatoru birləşdirməli idi. Və nəticədə 1896-cı ildə Humber şirkəti ilk 2 nəfərlik elektrik velosipedini təqdim etdi. O saatda 60 km sürət yığa bilirdi. Autoped dünyanın ilk elektrik skuteri. Skuter deyiləndə çoxları düşünür ki, o 1990-cı illərin və 2010-cu illərin məhsuludur. Amma dünyanın ilk gerçək skuteri 1915-ci ildə Amerika Birləşmiş Ştatlarında Autoped şirkəti tərəfindən istehsal olundu. Yəni Titanik batandan cəmi 3 il sonra. O dövrdə nə yol hərəkət qaydaları vardı, nə də işıqforlar. Bu baxımdan skuterlər hətta yol hərəkəti qanunlarından da qədimdir. Autopedin dizaynı böyük ölçülü uşaq samokatına bənzəyirdi. Mühərrik birbaşa ön təkərin üstündə quraşdırılmışdı. Sürət və əyləc sükanı irəli-geri əyməklə idarə olunurdu. Qatlana bilirdi. Saatda 55 km sürət yığdığı iddia olunurdu. Sürət 30-dan sonra stabil olmurdu. Qiyməti $100 idi. O dövr üçün çox baha sayılırdı. Autopedin istifadəçiləri. Onu istifadə edənlər New York poçt işçiləri, polislər, cinayətkar qruplar, hadisə yerindən tez qaçmaq üçün. Bəzi qəzetlər onu şeytanın tək adamlıq arabası adlandırırdı. Amma bütün bu tənqidlərə baxmayaraq, skuterlər çox populyar idi. Kaliforniya sahillərində şirkətlər onu icarəyə verirdi. Autoped niyə iflasa uğradı? Satışlar stabil olsa da şirkət uzun müddət mənfəət əldə edə bilmədi. Səbəbləri isə velosipedlərdən baha olması, motosiklet kimi rahat oturacağı yox idi və dizayn uğurlu sayılmırdı. 1921-ci ildə Autoped istehsaldan qalxır, amma onun yaratdığı trend bütün dünyada onlarla şirkəti ruhlandırır. 1967-ci ildə Carl Cordish elektrik hibrid motosikleti icad etdi. 1967-ci ildə Floyd Climber ilk elektrik velosipedi prototipini yaratdı. 1975-ci ildə Mike Corbin City Bike adlı elektrik velosipedi təqdim etdi. 1975-ci ildə Aurantic Corp ilk modern skuter Charger modelini işə saldı. Bu yeniliklər müasir skuterlərin yaranması üçün zəmin yaratdı. 1986-cı ildə Copec şirkəti qazla işləyən ilk müasir tip samokatı istehsal etdi. Bu model geniş platformalı, arxa təkərdə mühərrikli, aerodinamik dizaynlı idi. Və bunun ardınca 1990-cı illərdə ilk böyük skuter dəbi yayıldı. Litium-ion akkumulyatorların ortaya çıxması isə skuterləri hamı üçün əlçatan etdi. 2010-cu illər Bird, Lime və Modern Share partlayışı. 2017-ci ildə Santa Monica küçələri Bird şirkətinin skuterləri ilə doldu. Ardınca Lime gəldi. Bu iki şirkət arasında rəqabət yaranınca investorlar milyardlarla dollar investisiya qoymağa başladı. 2018-ci ildə Bird'ün dəyəri $2 milyard oldu. Bəzi şəhərlər skuterlara qadağan edir. Bəzilərində vandallar skuterları sındırır, yandırır, hətta gölə atırdı. Amma bütün çətinliklərə baxmayaraq, skuterlar artıq müasir şəhər həyatının bir hissəsidir. Bu nəqliyyat növü 100 ildən çoxdur ki, insanların həyatını asanlaşdırır və gələcəkdə daha da yayılacaq. Videonu bəyəndinizsə kanala abunə olun. Yeni maraqlı hekayələr üçün bildirişləri aktiv edin. İzlədiyiniz üçün təşəkkürlər.